Məsəl üçün, mən özümdən, subyektiv özümün Aha. ailəmdən misal göstərə bilərəm. Bizim uşaqlarla, uşaq vaxtdan olan bir qaydamız var. Mən sizə heç vaxt başqa uşaqları misal çəkməyəcəm. Eee, Aramızda danışırıq ki, və siz də heç vaxt hansısa kiminsə valideyni nəyisə icazə verdi deməyəcəksiniz. Çünki hər ailənin özünün ailə modeli var. Hər ailənin daxili ailə qaydaları var. Əgər başqa bir ailənin ailə qaydası yoxdursa və yaxud da başqa ailənin başqa ailə qaydaları varsa belə, amma bizimkinə uyğun deyilsə, bu o demək deyil ki, biz mütəmadi olaraq bir bəsəbəs modelinə girməliyik. Ona görə indiyənə qədər heç vaxt mən heç bir başqa uşağa nümunə gətirməmişəm və heç zaman da mənim evladlarım bəs niyə filan kəsinkilər icazə verir deyə olmayıbdı. Yəni mən bunu məsləhəti valideynlərə verə bilərəm. Çünki məsəl üçün bir rus yazarı var, psixoloqdur həmçinin. Mən də bunu nə vaxtsa ondan oxumuşdum, öyrənmişdim. Bir də Masara Ibukov var. O bir kitabı var. Bağçada artıq gecdir. Yəni 3 yaşdan sonra artıq gecdir. Orada belə mütəmadi olaraq, yəni valideynlik sənətinin necə incə bir sənət olduğunu göstərir və orada belə deyir ki, siz uşağınıza ilk yaşlarından qaydalarınızı göstərməlisiniz. Yəni uşaq kənarda onu kimsə soruşduqda belə ananın dəyərlərinin nə olduğunu, ananın qaydalarının nə olduğunu, atanın dəyərlərinin nə olub və atanın hansı qaydalar olduğunu uşaq yaşdan belə bilməlidir.